azadlıq bayrağını almaq üçün gəlmişdilər. Ancaq bütün millətin özünü bayraq kimi dalğalanan gördülər. 20 yanvarda bu millətin hər bir övladı özü müstəqillik bayrağı idi. Tankın, topun önünə gedənlərin şəhid qanı bayrağa dönən hər birimizi boyadı, birləşdirdi və Azərbaycan bütöv bir qırmızı bayraq kimi dalğalandı. Tarixdə ilk dəfə şəhid qardaşlarının qanlı köynəyini azadlıq bayrağı kimi başının üstünə qaldıran Azərbaycan xalqı idi. Tarixdə ilk dəfə şəhid övladlarının qanına boyanmış Azərbaycan azadlıq bayrağına çevrilib dünyanın ortasında dalğalandı. Kimi Azərbaycan xalqının tarixində iki milli intibah dövrünü xüsusilə qeyd etmək lazımdır. Bunlardan birincisi 19-cu əsrin axırları, 20-ci əsrin əvvəlləri idisə, digəri 1988-ci ildən başlanan və ancaq oyanış mərhələsini keçə bilən o izdihamlı illər idi. İkinci hadisə, təəssüf ki, hələ də öz elmi fəlsəfi təhlilini tapmamışdır. Bu, elə bir dövr idi ki, bir tərəfdən qarşıda imperiya buxovlarından azad olmaq şansı, müstəqillik perspektivi görünürdü. Digər tərəfdən milli varlığın rəmzlərindən biri olan vətən torpağına qəsd edilmişdi. Həmin dövr hamımız üçün ağrılı, həyəcanlı və eyni zamanda ümidli bir dövr kimi yadda qalmışdır. Bəli, bu dövr faciələr dövrü idi. Bu dövr həm də qəhrəmanlıq, cəngavərlik dövrü idi. Yeniyetmə gənclərin elə küçələrdəcə avtobuslara minib birbaşa cəbhəyə, döyüşə tələsdiyi, qanların qaynadığı, hisslərin coşduğu, bəzən 10 illərlə dərk edilə bilməyən milli mənliyin bir anda dərk edildiyi hümmət zamanı idi, qeyrət zamanı idi. Nə yaxşı dünyada müqəddəs vətən, nə yaxşı müqəddəs an yerimiz var. Yox, yox, ağlamıram bu ölümə mən, namuslu oğullar şəhid olurlar. Qar deyil ki, güneş vuru əriyə, yara deyil, məlhəm çəkəm kiriyə, dağ çəkilən milyonlardan biriyə. Kimə açım, kimə deyil bu dərdi? Başım üstə bayraq etdim haqqımı, güllü ilə sındırdılar şaqqımı, haqlı çıxdın əbədiyyət satqını. Kimə açım, kimə deyim bu dərdi? Yurd yolunda min qurbanlıq baş durub, hər addımda tarixləşən daş durub, qarşımızda qar boranlı qış durub. Kimə açım, kimə deyim bu dərdi? Kim unudar 20 yanvarı, əbədilik milyon qəlbin qubarı, 160 il vətən yarı, biz yarı. Kimə açım, kimə deyim bu dərdi? Bu vətən, bu torpaq mənimdir. Üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək giyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara, baxmayıb soyuğa, qorana, qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Kül oldu arzular, vermədi bəhər, xəyanət önündə diz çöktü hünər. Bu torpaq uğrunda ölən şəhidlər, vətəndir, torpaqdır, daha can deyil, daha bu göz yaşı quruyan deyil. Kim əkdi bağrıma bu dərdi qəmim, kim belə qarğıdı bu bəxtin kəmim, ənkərədən ötməyin yoxmu bir çəmin?
eşqiyle kükrəyən, coşan, mübariz oğullar, igid oğullar, nə qədər vətən var, siz də varsınız, fədai oğullar, şəhid oğullar. Torpağımız karandı çırağımız karandı torpağımız karandı çırağımız ucalsın bayrağımız bu millet çalmasın, ucalsın bayrağımız, bu millet çalmasın. O bağlarda bağ sesi, ellerde ozan sesi, dillerden ezan sesi, gönül eski olmasın. O bağlarda bağ sesi, ellerden ozan sesi, dillerden ezan sesi, bir gün eski olmasın. Xudayam sen özün kömək ol bizə, al günləri gəlir taleyimizə. Xudayam sen özün kömək ol bizə, al günləri gəlir taleyimizə. Saz məqamı quruldu hak nizamı, çalsın saz məqamı bu xalqın intiqamı qiyamətə qalmasın. Kıyamete kalmasın. O bağlarda bağ sesi, ellerden ozan sesi, dillerden ezan sesi, bir eski olmasın. O bağlarda bağ sesi, ellerden ozan sesi,
şehrimizə. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-sində Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Bakıda keçirilən matəm mərasimində 1 milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. 20 yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər onların şəhidlik zirvəsinə baxaraq öyünürlər. Çünki vətən və torpaq şəhidləri ilə ucalır. 20 yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğruna mübarizliyini məhv edib sındırmaq məqsəd daşıyırdı. Ötən illəri bir qayda olaraq yalnız kədər, hüzün, matəm kimi qeyd etmişik. Şəhidlərimizin ruhunu ağır və sızıntı ilə almışıq. Bir şeyi unutmamalıyıq ki, qanlı yanvar Azərbaycan xalqının tarixində təkcə acı ilə xatırlanacaq gün deyil. Həmin gün həm də xalqımızın şərəf və şan günüdür. Hər bir vətəndaş bilməlidir ki, 20 yanvarda küçələrə boyanmış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, Sovet hərbiyyəsinin qorxunc qara güruhuna qarşı sinəsini verməklə özünün mənliyini və mətinliyini nümayiş etdirdi. Məhz həmin hadisələr bilavasitə göstərdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir. 1990-cı ilin 20 yanvar günü Azərbaycan xalqı haqq səsini uzatmaq üçün küçələrə çıxmışdılar. Azadlıq! 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 Ay cəmaat, dayanın! Deyirlər Rus əsgərləri şəhərə daxil olub. Cəmaatı qanına qaltan eləyib. Hamını qırıblar. Necə qırıblar? Ölənlər çoxdur. Hə, Salyanski kazarmanın yanında ölənlərin sayı 100 ötür. Vəhşilər, canilər, eyvandan baxanlara, yoldan keçənlərə, hətta uşaqlara belə küllə atıblar. Hələ ölənlərin sayı dəqiqləşməyib. Dəqiqləşməyib, amma onu bilirəm ki, ölənlərin sayı çoxdur. Yadınızdadır, neçə gün əvvəl göydə vertolyotlar uçuldu. Sən demə elə bu qanunçələri Bakıya daşıyırmışlar. Belə də deyirlər ki, sən demə Əliyanın əhalinin üzərinə buraxdıqları xüsusi təyinatlı dəstələr imiş. Heç xəbəriniz var? Bakının küçələri tanklarla dolu deyə qan su yerinə axır. Bakıda heç belə müsibət olmamışdı. Kim inanardı ki, 70 il bir bayraq altında yaşadıqların sənin millətinə belə divan tuta bilər? Sənin xalqını qan dənizində boğar. Vallahi ağla sığmayan işdir bu. Həm də deyirlər ki, gecəykən erməniləri aradan çıxardıblar. Səhər-səhərdə heç olmamış kimi Sovet əsgərlərini və tanklarını Bakının küçələrində növbəyə çıxardıblar. Ay vicdansızlar, heç Əliyalın silahsız insanları belə vəhşiliklə öldürmək olar? Biz əvvəllər müharibəni, davanı televizorda, kinolarda görərdik. Sovet qoşunlarının xalqımızın başına gətirdiyi bu qanlı faciə isə heç yatsaq yuxumuza belə gülməzdik. Ay cəmaat, dağılışın, bizi də qıracaqlar. Mən yaralandım. Məni bırakın. Siz qaçın. Canınızı qurtarın. Anama deyin ağlamasın. Başını dik tutsun.
əjdaha. Gözləri heyrətlərindən böyük. Açılmışdı yaradan axan qan kimi üzü qoylu yıxılmışdılar. Təzədən ələcəkdilər ayağı qalxan kimi. Əzdilər yıxılanı, vurdular qalxanı. Hanı buyurdu? Hanı buyurdun nəbisi Səttar xanı? Nadanlar satıb getdi bağı, daşı, torpağı. Ölənlər